Bizdə var array və obyekt data tipləri. Array nədir? Array bizdə massivdir, listdir, siyahıdır. Məsələn, constant yazaq. Nə olsun? Array. User data olsun. User data bərabərdir. Bu boş arraydir. Biz buna heç bir şey yazmırıqsa, bu boş array sayılır. İndi belə bir şey deyim. Bunu şərhə alım. Bununla bunun fərqi nədir? User data. Sadəcə bu. Burada nəsə xəta göstərdi bizə. Konstantdırsa deyir buna dəyər mütləq verməlisən. Gəlin bunu let eləyək. Letin dəyəri yadınızdadırsa boş yaratmaq da olurdu, belə heç bir dəyər vermədən undefined olurdu və sonradan dəyərini dəyişmək də olurdu. Let yazdıq, user data yazdıq. Bu letlə bu array'in fərqi nədir? Buranı qoymazsam bir dənə burada bir şey yoxlayım. Let user data. Gəlin belə bir şey eləyim. Let user data. Məsələn, bu user data ilə bunun fərqi nədir? Hər ikisi də boşdur da dəyər. Nədir fərq? Bu massiv tipidir. Mən bunu yazmasam, bunun massiv olduğu bilinməyəcək. Heç cürə bilinmir. Məsələn, mən bunu dəyişib let də eləsəm, yenə də fərqi yoxdur. Əgər mən bu işarəni qoymuramsa bura, bunun massiv olduğunu bilmir. Bu isə adicə undefineddir. Yəni buna mən belə deyim, sətr də verə bilərəm, buna rəqəm də verə bilərəm, başqa bir şey də verə bilərəm. İndi qayıtdım bura. Constant user data bərabərdir. Bu boş array'dir. Buna məsələn mən yazıram 123. Sonra yazıram başqa dəyər 1, 0, nə qədər istəsəz, neçə sayda istəsəz məlumat daxil edə bilirsiniz. Və bundan da əlavə eyni tipdə daxil edə bilərsiniz. Fərqli tipləri daxil edə bilərsiniz. Məsələn, salam, sonra true, false. Hətta massivin daxilində digər tiplər də ola bilər. Məsələn, massivin özü daha doğrusu ola bilər. Məsələn, gəlin bunu belə eləyim. Şərhə alaq. Şərhə yox, string kimi göstərək. Sonra 34, true və s. Bundan əlavə obyekt data tipi də var. Onu da istifadə edə bilərik. Sadəcə indi göstərmirəm, çünki obyekti keçmədik elə ki. Məsələn, indeksləmə sıfırdan aparılır. Ən birinci element 0 hesab olunur. Sıfırdan başlayaraq sayırıq. 0, 1, 2, 3, 4 və 5-ci. Bunun da öz ayrıca massivdir. Sonra bunu da hesablayanda belə hesablayırıq. 0, 1, 2, 3. İndi müraciət nətər olur? Gəlin ona baxaq. Console.log user data. Məsələn, mənə nə lazımdır? Mənə tutaq ki, bu lazımdır. 0, 1, 2. İkinci indeksdir bu. Yazıram bura 2. Gördüyümüz kimi içinə çıxartdı. İndi mənə lazımdır ki, deməli 0, 1, 2, 3, 4, 5. 5-ci belə deyək, element, 5-ci elementin özü də massiv olduğuna görə burada neçəncisini çıxardaq? Tutaq ki, bu true'nu çıxardaq. 0, 1, 2, 3. 5-ci elementin 3-cü elementini çıxardırıq elə bil. True cavabını bizə qaytardı. İndi gəlin buranı da şərhə alaq. Bir də bir şey göstərim. Console log deməli sıfırdan başlayır, düzdür? Mən bura -1 çıxarsam görək nə olar. Deməli user data -1. Bura 0-dır. -1 də görək nə çıxır. -1 undefined. Gördüyünüz kimi tanınmadı. Sonra axırıncı 5 idi də 0, 1, 2, 3, 4, 5-ci. Biz çıxardaq bura 6-nı. Görək 6-da nə olur. Gördüyünüz kimi hər ikisini undefined çıxartdı. Yəni belə bir element yoxdur. Belə sırada belə bir elementlər yoxdur. Bu indeksə sahib.
İndi keçək obyekt data tipləri. Obyekt data tipləri nələrdir? Bunlar key və value-lardan ibarətdir. Yəni açarlardan və dəyərlərdən. Bir dənə yaradaq, məsələn, constant user. Bunu silək, şərh alaq daha doğrusu. Constant user bərabərdir. Username olsun İlqar. Age. Age də olsun 25. Əlavə bir şey də yazaq. Məsələn, email də bərabər olsun tester@test.com. Bu bizim oldu obyektimiz. Obyekt keylərdən, yəni açarlardan və value-lardan ibarətdir. Value-lar onların dəyəridir. Bunu ekrana necə çap edirlər? Məsələn, console. Bir neçə yolu var. Ən çox istifadə olunan sadə yolunu göstərim. Məsələn, console log user nöqtə. Artıq buna baxın, user nöqtə basanda artıq burada gəlir hansı nələr var çap eləmək üçün. Məsələn, mənə lazımdır email. E-maili çap elədi bura. Bundan sonra gəlin belə bir şey eləyək. Bunu şərh alım yenə də. console.log mənə ancaq keylər lazımdır. Ondan nə edirəm? Obyekt nöqtə keylər və mötərizədə adını yazıram. User. Username, age və email çıxartdı. Username, age və email. Əgər mən burada key yox, yazsam ki, value, onda mənə sadəcə datanı çıxardır, value-nu çıxardır, dəyəri yəni. Bunları çıxardır. Dərs bu qədər.